Salam uşaqlar, necəsiz? Mən özümə belə bir qolbaq almışam, 7 manatdır. O belə bahalılar da var. 7 manatdır. Siz də mən sizə 2 test verəcəm. Baxın, bir dənə sizə belə hədiyyə verəcəm, belə hədiyyə verəcəm. Yoxsa bu kanalını sizə göstərəcəm də. Mənim videomu görərsiniz. Videomda orada kanalıma basarsınız. Orada görəcəksiniz ki, o daha qəşəngdir. Siz ona baxarsınız, hamı baxacaq, yaxşı. Siz də yadınızda saxlayın. Oxfordun yanında bahalılar da var. Mən sizə 2 dənə test verəcəm. Onlar eləsəz, mən sizi o kanalı göstərəcəm, bir də verəcəm, yaxşı. Oxfordun yanındakidir. Yadınızda saxladınız. Bir də məndən soruşmayın ha. Sizin neçə yaşınız var? Məni başa salın. O şeyə girin. O belə söz yazana girin. Söz yazananda yaşlarınızı yazın, adınızı da yazın. Azərbaycan dilində. İngilis dilində yox, yaxşı. Mən də Azərbaycan dilində danışıram. Gəl sizə biraz futbol öyrədim. Gəlin, mən futbola gedirəm. Baxın buna, bu əgər topdursa, yəni gedim hətta oynayayım. Süper, hazır. Şimdi bu topu nə etməliyik? Birincisi, allatmaq necədir? Əgər belə tutursan, o səni belə gözləyir burada. Sonra da bax, belə edirsiniz. Əgər gəlib tutursa, bax, belə edirsiniz, alladırsınız. Yəni ki, bax, bu da bax, gəlin. Bax, bu pasta, bax, bu pasta yaxından vursunuz ha. Bu pasta. Bu isə, baxın. Baxın. Gördünüz, bu isə şeydir. Bu isə qapını vurma. Ona arada zəlmə deyirlər, zəlmə vuracaqsınız, yaxşı? Zəlmə vuracaqsınız. Yadınızda saxlayın ki, şeyə gedin də, yaxşı? Boğa gedin sizdə. Sizin neçə yaşınız var? Yazarsınız. Mənim 7 yaşım var, yaxşı? Yaşlarınızı yazarsınız, 11, 12, 20. Onları yazarsınız. Mənim videomu yazarsınız. Sonra bu topu, burada şey var idi ha. Onu sizə göstərmişdim ha, rəngləmişdim. Onu sizə şəklini atacağım. Onu eləyərsiniz, yaxşı, çox maraqlıdır. Gəlin sizə indireyim. Birincisi, istədiyim belə bir